bizim mərkəzi 6 ay prosesi bitirdikdən sonra ikinci mərhələyə qalmaq bir qərarına gəldin və sənin 22 yaşın var. Çoxu səninlə həmyaşıd olan qardaşlar belə bir fikirdədilər ki, yəni yaşları az olduğu üçün fikirləşirlər ki, mənim çox böyük itkilərim yoxdur, mən heç nə yaşamamışam. Sən nəyi dərk elədin və niyə belə qərara gəldin ki, sənin üçün bu ikinci mərhələ vacibdir? Salam qardaşım, mən də bir 2 ay olanda, pasientdə olanda mən də elə fikirləşirdim ki, mən çox şey bilməmişəm, hələ həyat qabaqdadır. Yəni, belə deyim də qardaşım, 22 yaşının ümumiyyətcə imkanlı biraz vaxtlar olur və insan fikirləşir ki, yəni, özünə güvənir ki, yəni, bir də çıxıb eləməyəcəm. Yəni, məndə dəfələrlə oldu bu şeylər. Amma qardaşım, mən belə bir düşüncəyə gəldim ki, 6 aydan sonra, yəni, bu mənə belə deyim də, Allahın mənə verdiyi bir şansdır qardaşım və mən bu şansdan istifadə eləməliyəm axıra kimi və bu sağalma yolunda davamlı olaraq davam eləməliyəm. Çox sağ ol qardaşım.